Salam hörmətli müəllimlər. Bir çox müdavimlər bu tipdə testlərin özünü tapa bilmirlər və uyğunlaşdıra bilmirlər. Bunun üçün biz bütün kitabların hər bir mövzusunu ayrı-ayrılıqda əzbərdən bilməliyik. Çünki artıq meqlər çətinləşir, meqdə suallar bu formada, bu tipdə düşür, uyğunlaşdırmanı tapmaq lazımdır, ardıcıllığı tapmaq lazımdır. Ona görə də biz bütün kitabların hər bir mövzusunu, 5 kitabdırsa 5-nin də mövzusunu ayrı-ayrılıqda əzbərdən bilməliyik ki, biz bunu uyğunlaşdıra bilək. 29-cu sualda deyir ki, uyğunlaşdırın. Uyğunlaşdırmada baxırıq. İri ölçülü pəstahlar ölçülür. İri ölçülü deyiləndə nəzərdə xarrat metrəsi nəzərdə. Bax, xarrat deyiləndə ən azından bu kəlməmizdə bizim iri bir hər hansı bir gur çıxır. Xarrat böyük bir nəsə ifadəni verir. Ona görə də iri ölçülü pəstahlarda götürürük B-ni. Bir də B-ni, xarrat metrəsini. Bir də B olanda avtomatik düşür B variantından C variantına. Avtomatik A variantından D variantı necə olur? Üstündə xətt çəkirik, gedir. Deməli, bu ikisindən birindədir variant. Düzlüyü. Bir də B-ni götürmüşüksə, ikinci sualımızda deyir ki, meşə və mişar materialları ölçüb nişanlanır. Bax, meşə və mişar materialları ölçüb nişanlanır nə ilə? Mən demişəm sizə, yadınızda saxlayın. M. Deməli, meşə və mişar materialları ölçülür metal ölçmə lenti ilə. Metal ölçmə lenti ilə nələr ölçülür? Meşə və mişar materialları ölçüb nişanlanır. 2-də isə C variantıdır. 2-də C variantını tapanda avtomatik B variantına gəlirik. 1-də B, 2-də C, 3-də də kiçik ölçülü pəstahlar deyiləndə kiçik ölçülü deməli bölgüləri olan xəttkeşləri nəzərdə tutulur. Bax, kiçik ölçülü deyiləndə bölgüləri olan kiçik xəttlər nəzərdə tutulur. Ona görə də burada da A variantıdır. 3-də də A-nı götürürük. Gəlir avtomatik və düzgün variantımız B variantı olur 29-da B.